Allahın sülhü, əmnamanlığı, rəhməti, bərəkəti, mərhəməti, islahatı, xeyirli aqibəti olsun üzərinizdə İbrahim oğulları, adam evlatları və kim ki bizi izləyir. Uca yaradanımız olan, Rəbbimiz olan Allahımıza, aləmlərin Rəbbi olan Allahımıza sonsuz dərəcədə şükürlər olsun. Və bir daha bizlərin boynuna bu minnəti qoyur ki, bizə bu imkanı verir ki, biz İbrahim oğullarına bu kanal vasitəsilə Allahın bizə ətal etdiyi bu neymətlərdən, vasitələrdən istifadə edib onun yolunda çalışmağa. Şükürlər olsun Allahımıza sonsuz sayda. Və bu anda, bu gecənin vaxtında kim ki istər İbrahim oğullarından, istərsə də qeyri kəslərdən ki Allaha xatir öz vaxtlarından, dünyaya ayırdıqları vaxtdan ondan ayırıb, ondan qənaət edib, belə deyək, ayırıb Allaha xatir bu vaxtlarını ki sərf edirlər, Allahın özəlində sülhən, amanlığı, rəhməti, bərəkəti olsun və Allah sözsüz ki heç bir əməli, zərrə qədər olan əməli belə əvəzsiz qoymur. Bu Allahın böyük, ulu, ali ədalətindəndir. Və Allaha xatir sözsüz ki, hər çıxışımızın əvvəlində ki, bunu qeyd edirik, çalışırıq, qeyd edirik və bunda da məqsədimiz yalnız və yalnız Allaha xatirdir ki, yəni bu çıxışlar ki, olunur 24 saat bu Justin kanalı vasitəsində, bunlar xüsusi olaraq İbrahim oğulları üçündür ki, onlar Quranın ayələrinə görə İbrahim Aleyhisselamın millətinə tabi olur və özlərini İbrahim oğulları adlandırırlar. Və bir də kim ki, o kəs ki, təsadüfən və yaxud da elə düşünülmüş şəkildə bəli maraqlanır, haqqı axtarır, qulaq asır, Allaha salamı olsun onların üzərində və Allaha xatir haqq ilə, səbr ilə tövsiyəmiz budur ki, bunu qardaşlarımız, məndən öncə sonra çıxış edən qardaşlar İbrahim oğullarına belə də bunu üst tutub deyirlər ki, Allahın Quranına görə 62-ci surənin 9-cu ayəsinə əsasən Allah inananlara tövsiyə edir ki, Allahın çoxlu yad eləmək, yəni onda ki, Allaha tərəf dəvət olunur, yəni o ayənin ümumi məğzi budur, belə isə kim istəsə açıb onu qiraət edə bilər. Ümumi məğzi budur ki, Allaha tərəf dəvət olunanda inananlara Allahın tövsiyəsi budur ki, Allahın yad olunmasına tərəf səyləsinlər. Bu onlar üçün xeyirlidir, bu bir növ onların Allah yanında razı qalmaları üçün bir beydir. Allah bunu deyir ki, bir bey kimi onu buraxın. Və bu çıxış edənlər haqqında ki, fikirlərini söyləyirlər, istər YouTube-da, istər belə, bu və ya digər şəkildə, yenə də Allah bizi nə üçün qaldırıb, elə onun üçün də söyləyirik ki, bizi Allah bütün insanların sülhü üçün qaldırır. Birinci, bizim özümüzü sülhə getirir. Bu bir Allahın nümunəvi bir dəstəsi kimidir. Burada söhbət Allahdan gedir, söhbət bəndələrdən gelmir. Bəli, bu bir nümunəvi dəstə kimi Allah bizi qaldırır. Biz də insanların sülhünü istəyərək, kimliyindən asılı olmayaraq, həyatda, dünyada, hər hansı mövqeydə olursa olsun, ondan asılı olmayaraq, rəngindən, nə bilim, milliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq, bütün insanların sülhünü istəyirik, Allahın izni və yardımı ilə ki, Allah bunu bizə öyrədib, öz mübarək Quranın vasitəsilə ki, Məhəmməd Əleyhisselamın üzərinə nazil olmuş və bizlər üçün miras qalmış və 6236 ayədən ibarət olan Allaha tərəf vahid, yeganə, şübhəsi olmayan, Allahdan qorxanları hidayət olan bu yazılar vasitəsilə ki, Allah bizə bu tərbiyəni verdi. Yəni, bu tərbiyəni ki, almış, ona görə insanların sülhünü istəyib, o istər bizi bu yolda dəstəkləyən, istərsə də bizi ilə müxalifətçilik edib və bizləri cürbəcür təqqir edənlərə də üzümüzü tutub deyirik ki, Allahın sizin də üzərinizə salamı olsun və Allahdan qorxmağa sizi çağırırıq. Çünki unutmayın ki, Quranın ayəsi var ki, Allah Quranda deyir ki, onlar səni yox, onlar ayətlərimizlə
bizi yalancı sayırlar. Bu deyilən ayələr ki, inşallah qardaşlarımız qiraət edir və Allahın izni inşallah mən də başlayacağım qiraət etməyə. Başlanğıcda da yenə də Allahın ayələrindən, Quranından aldığım o tərbiyədən, o öyrətmədən gələn fikirlərdir ki, bunları söyləyirəm. Sözsüz ki, səhvsiz, günahsız, xətasız Allahdır. Mən yenə də Allahdan bağışlanmaq istəyirəm. Bunu demək istəyirik ki, o Allahın ayəsinə görə ki, Allahdan xəbər verənlər inananların, onların öz nəfslərinə onlardan yaxındır. Zahirdə ki, sizlər kimsə özünə inanan sayırsa, biz də zahirdə buna inanıb Allahın ayəsinə görə sizə nəfsizdən yaxın olub söyləyirik ki, tələsməyin, səbirli olun, Allahı yanınızda görün. 58-ci surənin 7-ci ayəsini yaxşı-yaxşı oxuyun. Allah orada öyrədir ki, bizim hamımıza. Onun öyrətməsi, tədrisi, dərsi budur ki, biz bilək ki, biz neçə nəfər olursa olaq, harada olursa olaq, Allah bir atır bizimlədir. Allah eşidir, görür, bilir. Yəni biz Allahdan qorxaq. Çünki Allah ondan qorxanları bu yazıları ilə hidayət edir. Çünki Allah yanında ən hörmətlisi, Allahın ayəsinə görə mən bunu söyləyirəm. Allah deyir, Allah yanında sizin ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. Onun üçün də sonsuz sayda Allaha şükürlər olsun ki, bunu özümüzə borc bilib söyləyirik və sözsüz ki, o fikir ki, ola bilər kimdəsə belə bir fikir yaransın ki, burada çıxış eləyənlər kimdənsə özlərini artırdılar, əstağfurullah. Bu şeytanın bir fikirdir. Elə bir şeyi biz çalışırıq özümüzə yaxın buraxmayaq. Onda bizim Allah yanında heç bir qiymətimiz olmaz. Bu işləri görməyin heç bir qiyməti olmaz. Əstağfurullah. Bunlar yalnız və yalnız Allaha xatir çıxışlardır ki, biz Allahımızdan qorxub o dəhşətli haqqı sad günündən ki, Allah özüdür ki, o gündən bilin ki, o gün qorxulu bir gün olacaq ki, Allahın huzurunda dayanacaq. Və o Allahımız ki, o hər cür şükrə, tərifə həm də layiqdir, onun razılığını qazanmaqdan ötürüdür ki, bu günləri çıxıb, özümüzün də və bütün insanların da sülhünü istəyirik, islahını istəyirik, salamatçılığını istəyirik. Allah bundan ötürü bizi qaldırır. Bu gündə indi qismət olub ki, İlk olaraq bu İbrahim oğullarını Allah seçir və bu bir nümunəvi dəstədir ki, cəmaatdır ki, Allah bunların vasitəsilə bütün bəşəriyyətə göstərir ki, insanlar inanıb qardaş ola bilərlər. Allaha inanıb, həqiqi inanan olub qardaş ola bilərlər. Bu konkret, Allahın bu yazıları konkret fərd üçün deyil, kimin üçünsə deyil ki, hansısa bir xalq üçün, hansısa bir millət üçün deyil. Bu yazılar bütün bəşəriyyət üçündür. Hamı Allahın bu yazılarını, bu Quranını oxuyub, qiraət edib, öz başa düşdüyü, anladığı dildən onunla həyatlarını qurub Allaha yaxın ola bilərlər. Allah elə bunun üçün bunu nazil edib. Və ahirətin gününə qədər Allahın hökm edən yazılarıdır. Allaha tərəf hidayət üçün yeganə, vahid, şübhəsiz olan yazılardır. İndi Allahın izni və yardımı ilə çalışırıq hər dəfə olduğu kimi Quran qiraətindən qabaq İbrahim oğulları ki, Qurandan aldığı ilhamdan, vəhddən və hikmətdən ki, gələn istəkləri ki, tərtib ediblər, onları Rəbbimizə ərz edək, sonra da inşallah Quran çevirməsinin qiraətinə qaldığımız yerdən davam edərik. Güvənirik Allah ilə şeytandan müraciət etmişdən. İsmilə Allahın, Rəhmanın, Rəhimin. Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Quranın çevirməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Və astaqdarıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri, rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, kudurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə kömək et.
nəfsimizi, ruhumuzu, canımızı əqlimizə tabi etməkdə bizlərə yardım et. Ən gözəl neymətlərindən olan neyməti, şəhadəti bizlərə qismət et. Bir də Rəbbimiz sənin isminlə. Bismillahirrahmanirrahim. Bəqərə surəsinin 99-cu ayəsindən inşallah davam edəcək. Əlbəttə, nazil etdik sənə aydın ayətlər və kafir olun onunla ancaq fasiqlər. Allah'a sonsuz sayda şükürlər olsun. Allah mütləq hakimdir bəndələr üzərində. Biz onun qullarıyıq. Allah kimdən çəkinir? Estağfurullah. Kimdən qorxur? Estağfurullah. Ki Allah burada sənə deyəndə ad çəkmir. Quranı diqqətlə oxusanız, görərsiniz ki, Allah Quranda neçə dəfə Musa Aleyhisselamın adını çəkir. Və başqa öz rəsullarının hansının ki adları çəkilir. Çünki Quranda var belə bir ayə ki, biz bəzi rəsullar haqqında sənə hekayət edirik və bəziləri haqqında sənə hekayət etməmişik. Yəni, Musa Aleyhisselamın adını gör neçə dəfə Quranda çəkir. Allah kimdən çəkinirdi ki, burada elə deyərdi ki, əlbəttə nazil etdik sənə, ay Muhammed, Allahın salamı olsun, onun da üzərində və bütün Allahın göndərmişlərinin, rəsullarının, nəbilərinin üzərində. Allah çəkərdi. Deməli, buradan bir daha Allahın öyrətməsi budur ki, bu bir düsturdur, Allahın bir formulasıdır, bir öyrətməsidir ki, İnsan bilsin ki, bu fəzil Allahın əliylədir. Quranda başqa bir yerdə ayə var. Axı deyək, nazil etdik. Başqa bir yerdə deyir ki, şübhəsiz ki, biz nazil edirik zikri və biz də onun üçün mühafizik. Axı, Allah öz fəaliyyətinə görə sual olunmaz. Allah kimə istəsə, nə qədər istəsə öz fəzlindən əta eləyər. Yaxşı, gəlin baxaq buna diqqətlə. Allah deyir ki, əlbəttə nazil etdik sənə aydın ayətlər. Hər bir sən bugün Quranı oxuyan özünə baxsın. Məgər onun üçün aydın ayətlər yoxdurmu oxuduğu Quran zaman? Quran oxuduğu zaman. Onun üçün aydın deyil ki, oradakı Allah pis sifətləri və sözsüz ki, Allah baxımından, Allahın razı qalacağı və Allahın razı qalmayacağı, Allahın xoşuna gələn və xoşuna gəlməyən sifətləri ki, Allah öyrədir. Bu məgər aydın deyil, bu məgər özü bir aydın ayətlər deyil. Aydın deyil, sən buradan görürsən ki, Allah şəmsi və qəməri ram elədi. Aydın deyil ki, deyir, bu əzdən Allahın hamısını cəmiyyəsin üçün ram eləmişik. Aydın deyil ki, nə bilim, ibadət elə. Aydın deyil ki, paklan, aydın deyil ki, Allahdan qorx, aydın deyil ki, müşrik olma. Bunlar məgər aydın deyilmi? Niyə bugün mən bunu aid eləməliyəm? Kiməsə, ancaq özümə aid eləməliyəm. Mənim üçün bu aydın deyil, mənim üçün bu qaranlıqdır. Əstəğfurullah, əstəğfurullah. Bununla güya mən kimisə tərifləməklə Allahdan başqasını, Allah yanında dərəcə sahibi olacağım, hörmət sahibi olacağım. Allah deyir ki, nə olur olsun, sən haqq şahid ol günə. Mən necə gördüyümə yalandan deyim. Mənim gördüyüm budur ki, axı Allah mənə də aydın ayətlər nazil edir. Və ondan əvvəlki ayə ki var, 97-ci ayda mən dün onları qiraət edəndə, yadınıza gəlirsə, Allah deyir, deyil, yaxşı, yenə də gəlir həmin söhbətin üstündə ki, bu deyil kəlməsi, bəli, bunu heç kəs dana bilməz ki, vaxtı ilə ilk olaraq bu Quranı Allah, Cənab Cəbrailin vasitəsindən bu ərəbi olan Quranı Məhəmməd Əleyhisselamın üzərinə nazil edir ki, o da öz dövründə, öz qovuna, cəmaatına bunları söyləsin. Bu deyil funksiyasını, deyil işini vaxtı ilə o görür. Bunu heç kəs dana bilməz.
Və o kəslər ki, bu günləri bunu İbrahim oğullarına aid edirlər ki, bizlər göyə Məhəmməd Əleyhisselama əstağfurullah qəbul eləmirik. Onlar özləri və ağılla düşünsünlər və ağıl sahiblərini də çağıram ki, ağılla düşünsünlər ki, yaxşı, Allah mənə deyir ki, bu kitablarda şübhə yoxdur. Bu bir. Hidayətdir müttəqilərdir. Və Allah mənə deyir ki, 47-ci surənin 2-ci ayəsini, Allahın izni və yardımı ilə mən onu inşallah qiraət edəcəyim. Və o kəslər ki, inandılar və əməli salih etdirlər və inandılar nə ilə ki, nazildir üzərinə Mühəmmədin, o haqdır Rəblərindən onların, o örtər üstünü pisliklərinin və islah edər onları. Görürsünüz, nə ilə ki, nazildir üzərinə Mühəmmədin, Allaha salam olsun, Allaha bütün göndərmişlərin üzərində. Yaxşı, biz necə Məhəmməd Əleyhisselamı qəbul eləmirik ki, biz o yazılar ki, Məhəmməd Əleyhisselamın üzərinə nazil olub və bunda şübhə yoxdur. Məhəmməd Əleyhisselamın üzərinə nazil olmasında şübhə yoxdur və Rəbbimiz tərəfindən nazil olmasında şübhə yoxdur və bu yazılarda da şübhə yoxdur. Və şübhə yoxdur ki, Məhəmməd Əleyhisselamın üzərinə nazil olan bu yazılardır ki, yalnız və yalnız bu yazılardır ki, o Allah'tan qorxanları hidayət edir. Biz bu günləri bu yazıları əlimizdə bayraq tutmuşuq. Bu yazıları əlimizdə Allah'a tərəf hidayət edən yazılar tutub və bununla özümüz də hidayət olunmağa çalışırıq və insanları da hidayətə çağırırıq. Yəni hidayət olunmağa çalışır deyəndə birdən deyərlər ki, hidayət olmaz. İnsan əgər bir dəfə elə hidayət oldum deməklə iş qutarırsa, onda gün ərzində niyə biz Fatihə surəsində Allah'tan istəyirik ki, İhdinə sırat-əl müstəqim, hidayət et bizi yolun düzünə. Biz daima hər bir məsələdə ki, şeytan bizi əlmək istəyəndə Allah'ın bu yazılarından hidayətdə olmağı, yəni Allah tərəf yolda doğru düzgün olmağı Allah'tan istəyirik. Bu Fatihə surəsini söyləyəndə onun mənasına varmaq lazımdır. Bax, Allah bunu öyrədir. Onun üçün də bu D kəlməsi bəli vaxtı ilə Məhəmməd Əleyhisselamıdır, indi nədir? Bunu demək lazım deyil. Bu donmalıdır, diyanmalıdır, dondurmalıdır bu ayələri qoymalıq keçmişə. O toğu ayəyə ki, deyək ki, hə, bu əvvəlkilərin əsatiridir. Əstağfurullah. Allahın ayətləri, bu Quranı həmişə daha, hər bir zaman, hər bir məkan üçün Allahın ayələrində, Allahın nazil etdiyi bu ayələrdə ibrət, öyrətmə, rəhmət, hidayət, şəfa, lütf var inanan qovm üçün. Onun üçün də, burada deyir ki, kim oldu ədavətli Cəbrail üçün, həqiqətən o nazil etdi onu sənin qəlbinin üzərinə, izni ilə Allahın təsdiq edir özündən qabaqçıları və hidayətdir və bəşarətdir inananlar üçün. Bax, 10-cu surənin səhv eləmirəmsə 16-cı ayəsindədir. Deyir, əgər Allah istəsəydi, mən onu sizə tilavat etməzdim və o sizi onun ilə agah etməzdi. Fəqət bundan qabaq bir ömür sizinlə sərf etmişəm. Məgər əmr etməzsinizmi? Allah'a sonsuz səhvə şükürlər olsun. İndi nədir? Bəli, mənim buna heç bir şübhəm yoxdur ki, o vaxt ilə Məhəmməd Əleyhisselam da bunu söyləyib, o da bu şeylərdən uzaq olub, Quran bilməyib, eləməyib. Allah ona öyrədib, bildirib, nazil edib, Cənab Cəbrailin vasitəsindən. Elə bununla da Allah öyrədir ki, bu işləri Allahın bu Quranını bəndələrinə nazil etmək üçün, bəli, bu ayə əsasən deyirəm ki, böyük ehtimal ki, Allah bu işi həvalə edib Cənab Cəbrailə, Allaha salam olsun. O mələkinə, o rəsuluna, o mələkdən olan rəsuluna, sonsuz sayda Allaha şükürlər olsun. Və o da Allahın izni ilə Allah
kimə ona əmr edirsə, gedir onun qəlbinin üzərinə nazil edir. Yaxşı, indi mən bu günləri bunu Məhəmməd Əleyhisselama aid eləyirəm. Axı, mən bunu Məhəmməd Əleyhisselama aid eləyib, özümə necə aid eləməyim? Mən bununla, axı, iftira etmiş olacam Allaha. Allah ahirətin gün deyərlərə ki, Məhəmməd Əleyhisselama bəli, nazil eləmişdim, Cənab Cəbrayilin vasitəsilə. Bəs sənə də nazil eləmişdim də. Nədir? Yoxsa bunları sən öz elminlə əldə eləmişsən, öz şücaətinlə əldə eləmişsən. Bunu mən verməmişəm, özün götürmüşsən bunu. Götürəydin də 20 il bundan qabaq. İndi də götür də hansını ki, mən sənin üçün açmıram. Əgər bu sənsənsə, mən onu sənə hələ nazil eləməmişəm. Götür də onu, əgər bu sənsənsə, əstəğfurullah, onda mən qarunluq eləmiş olaram ki, deyərəm ki, mənə öz elminlə mən buna nail olmuşam. Əstəğfurullah. Bəli, vaxtı ilə mən cəmaat arasında mən yaşamışam, onu Allah deyir ki, deyirəm ki, mən sizin aranızda bir ömür sərf etmişəm, əlinə əlq etməzsinizmi? Məni tanıyanlar və bu İbrahim oğulları ki, çıxırlar Cahsin kanalı vasitəsilə çağırışlar ki edirlər, onları tanıyanlar bir baxsınlar. Niyə bundan qabaq onlar bu cür danışmırlar? Bəli, Allahdır ki, Cənab Cəbrayilin vasitəsilə Allah ona izin verdi ki, o hər bir o sənlər ki, kim ki bu yükün altına girib, bu günləri çıxıb söyləyirlər, Allahın izni ilə bizim qəlbimizin üzərinə nazil edir. Nazil eləməsəydi, biz hansı təfər sahibi idik? Kim idi ki, biz çıxıydıq bu Quranın ayələrini bu cürlə Allahdan başqa heç kəsdən çəkinmədən, qorxmadan söyləyərdik? Hardan bizdə o təfər? Hardan məndə o təfər? Hardan məndə o cəsarət, o hünər? Bunu Allah elədi. Sonsuz sayda Allah'a şükürlər olsun. Qəlbimi möhkəmlətdi, arxamı möhkəmlətdi. Mənə o arxa oldu, yardım elədi və köməkdir, açır və görürsünüz də nədir? Deyir, təsdiq edir özündən qabaqçıları və hidayətdir və bəşarətdir inananlar üçün. Bunda hidayət var, bəşarət var inananlar üçün. Axı bu söylənənlər təsdiq edir. Yəni bu inkar eləmir Allahın dedikləri. Əslən, belə Allahın dedikləridir də. Allahın qanunlarını təsdiq edən yazılardır, qorunmuş şəkildə, hifz olunmuş şəkildə. Bu yazılardır. Bunlar qabaqçı yazılarda o Tövrat və İncili Allah nazır. Ancaq Allah öyrədir ki, onda ixtilaf etdilər. Bu yazılar isə o yazıların təsdiqidir, mühafizə olunmuş, hifz olunmuş şəkildə. Onun üçün də sonsuz sayda Allah'a şükürlər olsun. Necə bu günləri mən deməyim ki, əlbəttə nazil etdik sənə aydın ayətlər, mən deməyim ki, mənə nazil eləməyim. Eləyim baxın. Eləməsəydi, mən bunları harada və aydınlığını görə bilərdim. Harada mən bunları söyləyərdim. Və daha sizdən deyir ki, kafir olur onunla ancaq fasiqlər. Bəli, bu günləri heç başqasını qalsın, mən özüm buna kafir olsam, inanmasam ki, mənə nazil edir, mən fasıq olacam, fitnə fəsad edəcəm. Bu fasiqlidir. Necə yəni? Mən yenə də qaydıram həmən sözü ki, biz necə oldu mən bunu söylədim, əgər bunu Allah nazirləməyibsə? Mən bunu Allah'tan və özümdən görürüm, əstəğfurullah. Bu düz mövqeydir. Bax, bu günləri elə Allah bu İbrahim oğullarını ona yerə qaldırıb ki, insanlar söyləyirlər ki, bizi, daha doğrusu çox hissəsi, mən bunu sözsüz ki, o böyük dinlərdə, özlərini böyük dinlərdə sayan Yahudi xaçpərəst müsəlmanların içindən müsəlmanlara üzmü tutub deyirəm ki, onlar əksəriyyəti ərəb dilində bu sözü tez-tez işlədirlər. Əlhəmdü lilləhi Rabbil aləmin. Həmd o Allah üçündür ki, Rəbbidir aləmlərin. Ancaq bu acınacaqlı olsa da, acı olsa da, həqiqət budur ki, bu söz üzərində qalıb. Bax, onun üçün də elə Allah bu günləri, Allah öz işindən ötürü, söhbət bu gün qaldırdığı bəndələrdən getmir, söhbət Allahın iradəsindən, Allahın işinin yerinə yetirilməsindən gedir ki, Allah qaldırıb ki, biz insanların yadına salaq, ey insanlar, aləmlərin Rəbbi Allahdır.
Gəlin unutmayaq bunu. Ağamız, Rəbbimiz, öyrədənimiz, tərbiyə edənimiz Allah'tır. Bunu unudub insanlar. Biz də unutmuşduq. Bunu Allah belə iradə etdi ki, birinci bizləri bu işdə seçdi. Bizlərin içindən də birinci seçəni olub. Sonra onun ətrafında artıra və bu gedir. Burada söhbət birinci, ikinci, beşinci, 10-cu, 100-cü olmaqdan getmir. Təkəbbürlü olmaq lazım deyil. Paxıl olmaq lazım deyil. Allah özü öz məsləhəti ilə bəndələrindən kimə istəyir, nə vaxt istəyir, nə qədər istəyir, nazil edir. Verir bu fəzlindən, əta edir bu fəzlindən. Ağıl sahibi, paxıl olmayan, təkəbbürlü olmayan düşünməlidir ki, fərqi nədir? Mən neçənci olacağım bu işdə. Əsas odur ki, mən bu Allahın razı qalacağı cəmaatın içində olum. Mən Allahın razı qalacağı işin içində olum. Bu işdə Allahın bu ayətlərini açıq-aşkar insanlara söyləməkdir. Bu işdə neçənci olursansa ol. Onun üçün də təkəbbürlük etmək lazım deyil. Bu günləri Allah əgər birinci deyəndə bu İbrahim oğullarını bir cəmaat kimi mən bunu birinci deyirəm. Yəni də qeyd edirəm ki, bu cəmaatın içindən birinci olanlar olur. Və bu cəmaatın içində ümmətlər var ki, hər bir ümmətin içində əvvəlin inananı, əvvəlin təslim olanı, Allahın bu qanunlarına var. Bu da, bəli, bu nəzəriyyə yayılmalıdır. Belə ümmətlər çox olmalıdır. Və bu ümmətlərdə əvvəlin təslim olanları, bu əvvəlin təslim olanı Allahın qanunudur. Burada Allah özü bilir ki, burada nizam, intizam, sınaq, Allah özü bilir, sonsuz sərdə Allah'a şükürlər olsun. Bu Allahın qanunudur. Biz Allahın qanununa tabi olmaqla bizim bu Allah'a tabiçiliyimizdir. Allah'a itaətimizdir, mütilliyimizdir. Onun için de sonsuz sərdə Allah'a şükürlər olsun. Deyirik bu şeyləri ki, bəli, Allah qaldırır, biz de insanların yadına salır ki, ay insanlar, biz de unutmuştuk. Allah bizim yadımıza saldı, bu şeyi bize öğretti ve onu da öğretti ki, indi bu öğretmeni çatdıraq. Çünkü Allah özü Kur'an'da öyledir ki, yaraşmaz bir beşere ki, Allah ona kitap, hikmət, Allah'tan haber vermeylik, versin. O ise desin ki, insanlara ki, Allah'tan başka mənə qul olun, məni özü zərər götürün. Əgərləri, mən burada deməsəm ki, əlbəttə nazil etdik sənə aydın ayətlər, mən bunu deməyim. Deyim, mən acəmən oxudum Quranı, mən özüm oxudum, mən belə başa düşdüm ki, belədir, bunu mən deyirəm sizə, mən gördüm bunu, gördüm ki, özdəki, bu Quran tam təfsilatlı deyil. Mən deyirəm sizə ki, mənə elm gəldi ki, bu Quranı başa düşmək üçün siz indi üz istəyirəm bu rıssa ifadəmə görə. Yəni, ümumiyyətlə başlayın indi başqa yazılarla bu yazıların başa düşməyə. Allahın dediklərini kimisə dedikləri ilə başa düşməyə çalışın. Estağfurullah, estağfurullah. Ama yazılar bu diye, heç onlara mən bala yazılarda deməyə dedim gəlmir. Əgər Allah bala yazılar deyirsə də, ana yazılar budur. Ana yazılar budur. Hak yazılar budur. Şüphesiz yazılar budur. O yazılarda şüphe var. Eğer Allah öz nazil ettiği Tevrat ve İncil'i kenara koymağı ağıl sahiblerine məntiqi surətdə öyrədirsə, hansı ağıl sahibi oluram mən ki, mən indi Allah'ın bu Kur'an'ını Muhammed Aleyhisselam'ın üzerine nazil olmuş ve bizler için miras kalmış bu şüphesiz yazılarını koyuyor. Deyirəm ki, onu yok, bu tam burada aydın değil. Ben de yazıları oxum, ona mənası aydınlaşsın. Mən o yazıların ne kadar düz, ne kadar səhv olduğunu bax bu yazıların hesabına görə bilərəm. Çünkü Furqan budur. 25. sure Furqan suresidir. Hakla batıla aid edən ve Allah Kur'an'da
səhv eləmirəmsə 8-ci surənin 29-cu ayəsində deyir ki, ay o kəslər ki inanırsınız, əgər Allahdan qorxasınız, o sizə furqanı verər və pisliklərinizin üstünü örtər və sizi bağışlayar və Allah əzəmətli fəzil sahibidir. Allah əzəmətli fəzil sahibidir. Və Allah sual olunmaz fəaliyyətinə görə. Allah öyrədir, tövsiyə edir, insanın ixtiyarına verir. İnanarsan deyil, məndən qorx. Çünki Allah ondan qorxanları hidayət edir. Və görürsünüz nə deyir? O sizə furqanı verər və pisliklərinizin üstünü örtər. Bax, bu furqanla, bu furqanın vərəqləri ilə, yarpaqları ilə örtər. Allah Quranda deyir ki, sizin üçün libaslar göndərdik. Üstünüzü, başınızı, tüklərinizi örtəcək libaslar göndərdik. Ən gözəl libas isə təqva libasıdır. Başqa yerdə deyir ki, tədarük görün. Ən gözəl tədarük də təqvadır. Bax, onun üçün də Allah deyir ki, əgər Allahdan qorxasınız, o sizə furqanı verər və pisliklərinizin üstünü örtər və sizi bağışlayar və Allah əzəmətli fəzil sahibidir. Hansı hədis, hansı risalədə onun adı bir adda furqan gedir? Bəlkə onlar da artıq furqan qoyurlar onun adına. Estağfurullah, estağfurullah. Bir ağırla oturup düşünsünlər ki, Allahın dediklərinin bərabərinə söz qoymaq, onu Allah'a şərik qoşmaqdır. Müşriklikdir də. Bəs Quran oxuyurlar. Quranda görmürlər ki, Allah deyir ki, sizin bütün günahlarınızın üstündən keçərəm, ancaq mənə şərik qoşmaqdan başqa. Şeytan da bilir ki, Allah müşriki bağışlamayacaq. Ona görə, ay insanlar, bizim sizə Allah'a xatır ürəyimiz yanır. Birinci özümüzə ürəyimiz yanır. Onun üçün də çalışırıq ki, müşriklikdən uzaqlaşaq. Və bunu da sizə haqqı və səbirlə tövsiyə edirik ki, Allah'a şərik qoşmayın. Müəyyən bir şeydə görürsünüz ki, bu müşriklikdir. Elhamdülillah, şükür Allah'a, Allah, görürsünüz, çox gözəl. Bəs bu əməldə, ayılın, bu şeytandır sizi Allah'a şərik qoşmaq aparır. Nə oldu? Dünyada bu sözü işlərlər ki, kim mənim sözümün qabağına söz qoya bilər? Kim mənim sözümdən üstün söz deyə bilər? Deyir, nə oldu? Mən sənə dedim, sən niyə mənə yox, filan kəsə qulaq asın? Bu, dünyada elə bu şeyləri misal çəkməklə, hadisələri Allah bizə göstərməklə, öyrətməklə, ağır sahibləri düşünməyə çağırır. Nə oldu? Allahın dediyindən üstün söz deyən oldu. Allahın dediyi qaldı qıraqda, mən kimisə sözü ilə Allah tərəfə otub getməliyəm. Onda bu qədər ayə neş nazil edir, deyə Allah. Estağfurullah, estağfurullah. Estağfurullah, estağfurullah, min estağfurullah. Allah'tan acizanı sözdə bağışlanmaz deyilən bu ifadəmə görə estağfurullah bir bənzətmək kimi istəyirəm bunu ki, bəlkə insanlar Allah'a xatır oturub düşünsünlər ki, nə oldu? Biz söyləyirik, bir-birimizə bu sözü deyək, dəyərdən boğazımı cırıram, yırtıram, sən gəlir öz bildiğini edirsən, deyib bir Quran söz deyirəm sənə, sən gəlir öz bildiğini edirsən, estağfurullah, estağfurullah, Allah bir Quran söz göndərib bizi üçün, bu qədər kəlmələr, bu qədər ölüm nəsiyyət göndərib bizi üçün, biz götürüb bunu qoyuq qırağa ki, yox, mən bunu başa düşmərəm, bu tam təfsil deyil, estağfurullah, estağfurullah, Allah'a sonsuz sərdə şükürlər olsun. Allah bu Kur'an'ı hak olarak nazil ediyor. Altıncı sıra 114. ayəsi deyir ki, mən Allah'tan qeyrisini hakim istəyərəm mi? Bir surətdə ki, odur ki, sizə kitabı müfəssəl nazil etdi. O kəslər ki, onlara kitab vermişik, bilirlər ki, nazil olub Rəbbindən haqq ilə və sən şübhə edənlərdən olma. Hər bir sən, şübhə etməyək buna. Allah deyir ki, haqq ilə nazil edib, müfəssəl nazil edib. Və qazicən deyir ki, 115-ci ayədə, Rəbbinin kəlamı doğruluq və ədalətlə tamam oldu. Onun sözlərini dəyişdirə bilən yoxdur. O səmidir, alimdir. Subhanallah. O səmidir, o alimdir, o eşidəndir, o biləndir. Yox. İndi Allah qaldı qıraqda,
Estağfurullah, mən kimisə yazıları ilə Allah'a təbliğ olub deyəcəm. Allah'ın yazılarını onunla safsür eləyəcəyəm. Və gəlir ki, 116-cı ayəndən oxuyur. Deyir, əgər itaət etsən əksəriyyətindən kim ki ərzdedir, zəlalətə salar səni yolundan Allah'ın. Onlar ancaq zəllə tabi olurlar və ancaq yalan danışırlar. Sonsuz sədəlləyə şükürlər olsun. Elə 117-ci ayda gəlir ki, həqiqətən Rəbbin o yaxşı bilir kim onun yolundan zəlalətə düşür və yaxşı bilir hidayət olunanları. Sonsuz sədəlləyə şükürlər olsun. Allah bilir kim hidayətə layiqdir onun yolunda. Onun üçün də bəli sağlığı da Allah. Allah'tan korkun deyir, sizə Furqanı verər, hidayət edir, pisliklərinizin üstünə ötər, günahlarınızı bağışlayar, sizi saadətə çatdırar. Bunu da Allah, deməli, insan elə özün oradan baxsın ki, mən Allah'tan qorxan deyiləm ki, mən Allah'ın yazılarını hidayət bilmirəm. Onun üçün də Allah mənə Furqanı vermir, mən bağlanıram, o qədər bağlanıram ki, Allah'ın açıq aşkar dediyini mən deyirəm ki, yox. Allah bəndəsinə deyir ki, o mənim rəsulumdur. Mən deyirəm, yox, o Allah'ın rəsuludur. Bu qədər bağlanıram. Ne üçün? Çünki problem mənim özümdədir. Mən Allah'tan qorxmuram. Onun üçün də hidayət olunmuram. Onun üçün də bağlanıram. Onun üçün də kör oluram. Hakkın bərabərində kör oluram, val oluram. Val olur ki, dilim ki, mən Allah'ın dediği kimi dinləyəm. Allah bir rəsuldur, mən deyəm o nəbidir. Çünki o yazıqlar, estağfurullah. Biz bunu Allah'a xatır söyləyirik ki, görün şeytan sizləri nə qədər Allah'tan uzaqlaşdırıb ki, siz artıq Allah'ın dediyinə düzəliş verirsiniz. Və bu şey hələ sizin üçün o açılmayıb ki, mümkün ki. Siz hələ də Nəbi və Rəsul heç anlayışını bilmirsiniz. Allah'ın bizə öyrətməsi budur, bilin. Rəsul Nəbidən üstün vəzifədir. Nəbi ola bilər ki, Rəsul olmasın. Ancaq Rəsul həm Rəsuldur, həm də Nəbidir. Bunu bilin. Gelin Quranın ayələrini oxuyun. Gelin 3-cü surənin 81-ci ayəsi diqqətlə oxuyun. Və paxıllıq təkəbbürlükdən Allah'ın bugün fəzl verib seçdiyi bəndələrini qəbul eləmirsiniz. Ancaq siz baxın, görün ki, qəbul edənlər nəyə nail olurlar, qəbul eləməyənlər nəyə nail olurlar. Burada söhbət bəndəyə inanmaqdan gedmir, burada söhbət Allah'a ayətləri inanmaqdan gedir. Bəndələrə nazır, nə ki bəndələrin üzərinə nazır, ondan gedir söhbət. Bəli, onun üçün də görürsünüz, burada gəlir ki, kafir olunla ancaq fasıqlər. Sonsuz sayda Allah'a şükürlər olsun. Mən fasıq olmaq istəmirəm, mən kafir olmaq istəmirəm. Onun üçün də şükürlər olsun Allah'a. Aydın ayətlər, elə aydınlığından biri də odur ki, aydındır gül kimi ki, nədir? Axı, bu mən idimsə niyə 20 il bundan qabaq, 16 il bundan qabaq bunu söyləmirdi? Allah özü istədiyi vaxt, öz əmrindən ötürü mələklərini ruhu ilə nazil etdi mənim üzərimə. Öz işindən ötürü. Ümumi şəkildə Allah'ın işini biz görə bilməliyik. Allah vahiddir, onun şəriki yoxdur. Ancaq müəyyən yerlərdə, müəyyən ərzlərdə və Allah'ın düsturudur, qanunudur, öyrətməsidir ki, Allah o ərazilərdən öz xəlifələrini, öz canişinlərini, öz yerinə kimlərisə qaldırır, öz işindən ötürü ki, onlar Allah'ın işini yerinə yetirsinlər. Allah'ın işi də o ərazilərdə insanlara budur ki, söyləyir ki, insanlar bilin, haqdır o, yoxdur ilahi, ancaq Allah'dır, qorxun ondan, qorxaq ondan, bilək, yoxdur ilahi, ancaq odur, dini dildə. Necə biz dini dildə, necə inanırıq dediyimizə ki, Allah'tan başqa Allah yoxdur, sonra deyir ki, yox, tek Quranla sən yortub gedə bilmərsən. Hətta deyənlər var ki, sən tek Quranla cəhənnəmə gedərsən. Türklər demişlər, sənin ağzından çıxan lafı qulağın duyurmu? Necə yəni? Mən Allah'ın dediyinə gedib, geyin cəhənnəmə. Bəs kimin dediyinə gedməliyəm geyin cənnətə? Onda cənnət onundur,
Onun da Allah'ın deyil ki, sən demə bu cənnətin də, cəhənnəmin də sahibi Allah deyilmiş. Kimləriymişsə? Estağfurullah, estağfurullah. Bax, ona görə də bunu söyləyirik. Allah'tan başqa Allah yoxdur. Və siz necə Allah'tan başqa Allah yoxdur kəlməsinə inanırsınız ki, Allah'a bu tür sifətlər vəsf edirsiniz. Şərik qərar verirsiniz Allah'a. Allah deyir ki, o sübhandır və alidir nədən ki şərik qoşurlar. O sayrandır və nədən ki şərik qoşurur, ondan alidir, o Allah. Qorxaq o Allah'tan. Bu günlər danışırıq. Çox belə o Allah cəmaatın deyilənsə, yaman belə qazlıq edirik. Unutmayaq, əbədi deyilik biz. Öləcəyik və dediyimiz kəlmələrə görə sual olmasıyıq. Bu günləri danışırıq. Bugün bəli biz də çıxırıq, danışırıq. Ancaq əstağfurullah, əstağfurullah. Bayaq çıxışımın əvvəlində də onu qeyd elədim. Min əstağfurullah. Əgər mən bir an, və burada İbrahim Allah da bunu tez-tez qeyd edirlər, əgər mən burada bir an kimlərsə, heç dəxli yoxdur, ibadət eləyir, eləmir, kim olur olsun, kimlərsə özün bir an üstün tutamamsa, əstağfurullah. Əgər doğrudan da bilməyərəkdən mən elə bir vəziyyədə gəlib düşünməyəcəmsə, mən Allah'tan acizanlı surətdə bağışlanmaq istəyirəm. Ancaq niyyət, məqsəd, amal bu deyil. O əgər müəyyən yerdə əstağfurullah, əstağfurullah, mən üzrxanlıq verirəm, bunu ona verirəm ki, Allah'a xatır ki, bilin ki, bu məqsəd o deyil. O səs əgər müəyyən yerdə qalxırsa, bu əstağfurullah, o özümüzdən asla olmayan bir haldır. O, insanların bu vəziyyətə düşməsinə hərislikdən gələn bir haldır. O, ürək yanğısı ilə olan bir şeydir. Gəlin maskalanmayaq, gəlin dona girməyək, gəlin oyun oynamayaq, gəlin həqiqətlə danışaq da, fakt mı belədir ki, əgər kimisə uçuruma getdiyini, hər hansı bir hadisənin şahidi olsa ki, bir hadisə baş verir, kimsə yıxır, ona sakitliklə reaksiya verədir. Yox, görürsən ki, uşaq 5-ci, 10-cu mərtəbədən yıxılır, uşaq odun kənarında bir yıxılır, yox ona deyəcəksən ki, yavaş ola, yıxılır. Bu avtomatik olaraq, o hərislikdən, o canlıqdan, o gördüyün hadisəyə inanırsan, ona görə o canlıqla, hərisliklə sən buna reaksiya verirsən. Bu gündə, bu İbrahim oğulları Allah'ın bu dediklərini inanır danışırlar. Bu dedikləri haqdır, həqiqətdir. Haq həqiqətsə budur ki, indi danışıram. Mesela mən bilmirəm ki, mən bu fikrimi tamamı yetirəcəyim yoxsa yox. Mənim bu son saniyələrimdir yoxsa yox. Ölüb gedəcək yalnız. Və Allah'ın üzündə duyamayacaq. Danışaq bu günləri. Bu Kur'an'ı qoyaq qırağa. Ağzımıza gələni danışaq. Kur'an deyil hidayət. Onun yaxşıdır, bunun yaxşıdır. Məhdum qolunun, kimin yazılar. Və sonra, Allah'a nə cavab verəcək? Bu günləri, bu Kur'an'dan söyləyirik, bu Kur'an'dan danışırıq. Yenə də qorxuruq ki, bəlkə haldasa danışanda eləyəndə səhv elədik. Bəlkə günaha getdik, küfrə getdik. O sözsüz ki, günahsız, küfürsüz, xətasız, səhvsiz Allah'dır. Ancaq ümumi bir iş var ki, ümumi iş budur ki, Kur'an'ı qiraət edib insanları Allah'a tərəf dəvət edir. Özümüz də qorxuruq Allah'tan, bərk qorxuruq və bütün insanları da Allah'tan qorxmalığa çağırırıq. Sonsuz sayda Allah'a şükürlər olsun. Bununla bir an belə deyən də qeyd edirəm, heç kəsə özümüzü nə üstün, nə də əski tutmuruq. Bu ancaq Allah'a tərəf çağırışdır, bir azandır, bir haykırtıdır ki, insanları özümüzə dəvət edin ki, ay insanlar, ahirət evimiz yanıb gedəcək, əgər bir tədbir tökməsi. Tədbirimiz də budur ki, bayağı ayəni ki, Allah'ımız ki dedim ki, tədarük görün, ən gözəl tədarük isə təqvadır. Təqvalı olan, Allah'tan qorxan olan və Allah öz vədinə xilaf etməz. Allah deyir ki, ay kəsləkin olursunuz. Əgər siz Allah'tan qorxan olsanız, o sizə furqanı verər, günahlarınızı bağışlar, pisliklərinizin üstünü ötər. Sonsuz sayda Allah'a şükürlər olsun. Yəni qorxaq Allah'tan. Allah'ın dediklərini kənara qoyub, Allah'tan başqalarının dedikləri ilə insanları Allah'a tərəf dəvət etməyək. Əstağfurullah, əstağfurullah, min əstağfurullah. 100-cü ayə.
Küllü nə ki əhləşirlər əhdlə, pozur onu firqəsi onlardan. La ilahe illallah. Bəli, əksəriyyəti onlara inanmırlar. Yaxşı, bu əhd deyil, heç Türk dilində demir. Laf belə deyirsiniz, əzə verirsiniz, deyin, özünüz bilərsiniz. İyyəkə nəbdü və iyyəkə nəstəyin. Təkcə sənin bəndələrinik və təkcə sənin istəyənlərinik. Dedik, əhd bağlamadır Allah'tan ki, biz təkcə sənin bəndələrinik, təkcə səndən istəyirik. Dalsızca istəmirik ki, hidayət et bizi yolun düzünə. Deyilir ya ki, təkcə sənin bəndəlik, sənə bəndəliyəcəyik, təkcə sənə qulaq asacaq, təkcə sənə qul olacaq. Sən nə düşün, biz də onu eləyəcəyik. Və təkcə səndən istəyirik Allahımız, Rəbbimiz. Və istəyirik Allah'tan, hidayət et bizi yolun düzünə. Allah da deyir, hidayət eləyir, də eləyər hidayət. Bu kitab yoxdur şübhə, onda hidayətdir müttəqilədir. Bu da hidayətimiz. Verdim sizin üçün hidayət. Bunun da sizə dedik, yox. Bu tam hidayət deyil. Burada qaranlıq məsələlər var. Bu tam təfsilatı ilə deyil. Bunu gəlir mütləqdir ki, nə bilim, kimin yazıları ilə mən bunu başa düşməliyəm. Deyil? Bax. Bu ayəni başqasına aid eləməyir. Küllü nə ki əhləşirlər əhdlə, pozur onu firqəsi onlardan. Bəli, firqə var bizdən. Onlar deyəndə biz də elə hamımızıq da bu insanlar, bəşəriyyət. Bizim içərimizdən, bu cəmaatın, bu insanların içində o əhdi pozurlar. Onlar gedirlər Allah'ın hidayətindən başqa yazılarla Allah'a tərəf yol tutub getməyi. Həm özlərini, həm də insanlara iddia edirlər ki, budur hidayət. Allah da deyir ki, bəli, əksəriyyəti onların inanmırlar. Çünki inansaydılar, onlar Allah'ın dedikləri ilə yol tutub edərdilər. Çünki Allah'ın ayəsi var ki, bu Quran hidayətdir, rəhmətdir, şəfadır, inanan qovm üçün. İnanmayanlara isə deyir, xəsarətdən başqa bir şey artırmaz. İnanan olsaydılar, Allah'ın bu yazılarına, Məhəmməd Əleyhisselamın üzərinə nazil olan bu günləri bizə ki, iddia edirlər ki, biz Məhəmməd Əleyhisselamı qəbul eləmirik. Necə Məhəmməd Əleyhisselamı qəbul eləmirik ki, biz Məhəmməd Əleyhisselamın üzərinə nazil olan yazılarla yolumuzu tutub gedirik. Onda heç bir şübhə yoxdur. Bax, nə Məhəmməd Əleyhisselamın üzərinə nazil olub bu Quran, vəssalam. Biz də ona yolumuzu tutub gedirik. Bax, yenə də ayəni qiraat edirəm 47-ci ayəsini. O kəslər ki, inandılar. Allah da burada deyir ki, 100-cü ayənin 2-ci sırada, axırında. Deyir, bəli, əksəriyyəti onlar inanmırlar. İnansaydılar, onlar və o kəslər ki, inandılar və əməli salih etdilər və inandılar, nə ilə ki, nazildir üzərinə Məhəmmədin. Və o haqdır Rəblərdən onlar. Bu haqdır, və başqası yox. Deyirlər ki, o haqdır Rəblərindən onların. Allah bu ki, o örtər üstünü, pisliklərini və islah edər onları. Ona görə də pisliklərinizin üstü örtülmür. Ona görə də islah ola bilmirsiniz. İslah olsaydınız, bu günləri firqələrə bölünməzdiniz. Get-gedə qaranlığa düşməzdiniz. Get-gedə zəlalətə düşməzdiniz. Get-gedə günü-gündən danışıqlarınız daha da qaranlıqlaşır, daha da batanlığa gelirsiniz, daha da küfür sözlər danışırsınız. Bir öz danışıqlarınıza baxın kənardan. Görün, siz Allaha nə sifəti verirsiniz. Görün, Allaha nə cür insanlara Allahı tanıtdırırsınız. Allah haqqında bir fikirlərinizə baxın. Qorxun Allahdan. Bəli, inanın, nə ilə ki nazildir Məhəmmədin üzərinə. Allah'a salamı olsun Allah'ın bütün göndərmişlərin üzərində. O haqdır. Ona görə də Allah'dır ki, o bəlidir. Əksəriyyəti onların inanmırlar. Siz pozdunuz bir firqə, o firqə var ki, o cəmaat var ki, o milyondurmu, milyarddırmı, Allah deyir, bir bəli onlardan firqə var ki, onlar pozdurlar.
əhdini pozdunuz. Allah'la əhd var ki biz Allah'a dedik ki sen bizi hidayet eder. Allah bize hidayeti gösterdi. Biz dedik ki yok, bu hidayet değil. Hidayet başka yazıdır. Onun için de Allah deyir, bəli, əksəriyyəti onların inanmırlar. Amma elə ki gəldi onlara Allah yanından Resul təsdiq edilmək ki onlarladır. Pozdu firqəsi o kəslərdən ki əta olunub kitab. Kitabını Allah'ın və atdılar arxalarına. Elə bir ki onlar bilmirlər. Bu günləri nə qədər belə hadisələrin şahidi oldu. Və istər bu zamanədə əvvəlin təslim olanı, əvvəlin inananın ətrafında, onun başında, ətrafında cəryan edən hadisələrdə bu olur. Elə ki, o təsdiq etdiğində ki, onlarladır. Bu ayə ilə mən 98-ci surənin görürəm ki, Allah elə bir ki, o ayələrlə necə onun təfsiridir ki, deyir ki, kitab əhlindən olan kafirlər və müşriklər ayrılmadılar. Ta gəldi onlara bəyanat. Yəni, bu o demək deyil ki, məndən qabaq da elhamdülillah, yəni, bunu qeyd ediblər qardaşlarımız ki, bu ayrılmadılar, onlara deyil ki, ayrılmadılar. Ta ayrılmadılar, nə vaxtacaq? Ta ki, onlara bəyanat gəldi. Bəyanat da nədir? Resul Allah'tan. Resul Allah'tan. Nedir? Dedi, tilavat edin pak səhifələri. O pak səhifələri tilavat edən, ancaq bu Qur'anı tilavat edən, təbliğ edən, bu risaləni təbliğ edən Resul gələndə, necə ki, burada 100 edir. Amma elə ki, gəldi onlara Allah yanından Resul, təsdiq edilmək ki, onlarladır. Pozdu firqəsi kəslərdən ki, əta olub kitab. Bu da deyir də, kitab əhlindən olan kafirlər və müşriklər ayrıldılar. Onlar da deyil, burada deyil. Onlar pozdular, firqəsi də onlardan pozdular. Nə ki, əta olub onlara kitab. Kitabını Allah'ın, batdılar arxalarına, elə bir ki, onlar bilmirlər. Və bu günlərdə, istər zamanədə olan, əvvəlin təslim olanın, istərsə də bu zamanədə hər bir ümmətdə olan o əvvəlin təslim olanlarının, əvvəlin inananlarının ətrafında cəryan olan hadisələrdə bu ayələr görünür. Bu ayənin əyani yaşamı olub ki, bəli, gəlir Allah'ın Resulü, Allah yanında, nə deyib deyəm ki, ancaq bu, onların əllərində olan bu Qur'anı təsdiq edib də, ancaq onlar ayrılığa düşürlər. Bu Qur'andadır da Allah deyir ki, firqələrə bölündür. Olmuyor kəslər kim ki, firqələrə bölündülər. Allah'ın dinini pozdular. Ondan sonra ki, onlara aydın bəyanat gəldi. Onlar üçün əzəmətli əzab var, ələmli əzab var, belə bir. Bu kitabda Allah deyir ki, bu kitabda ki, Allah'tan qorxanlar üçün hidayət yolda şübhə yoxdur. Bunu gəldiyi də söylədi. Başqa nə söylədi ki? Bu kitabda da Allah'tan qorxmalığa, Allah'a şərik qoşmamalığa çağırır. Bu kitabda da dinini məxlus Allah üçün elə. Bu kitabda da nə bilim, yolunu necə gedcinə. Bu kitabda da sələm vermə. Bu kitabda da nə bilim, zinakarlıq eləmə. Bəs bu nədir özlərindən uydururlar? Bir cəmaat deyir orada ki, uydurur özündən siğənin əlməyi olur. Əlbəttə ki, pozitiv firqəsi. Çünki onların nəslərinin isteğinə uyğun hökümlərlə gəlmir axı, hər bir zamanda Allah'ın Resulları. Çünki o Allah'ın Resulları Allah'ın mənafiindən danışır. Allah'ın dediklərini söyləyir. O da insanların əksəriyyətinin xoşuna gəlmir. Onlara belə deyib və sərf eləmir. Çünki onlar, necə ki Allah 100-cü ayənin axırında deyir, bəli, əksəriyyəti onların inanmırlar. İnansaydılar, onlar pozmazdılar. Bu kitabı arxalarına atmazdılar. Yəni bu yazıları arxalarına atdılar. Deyirsən ki, dəm olsun, biz qəbul. Bu kitabda da firqələrə böldülər, müşrik oldular, şiələr oldular, bir-birlərin tərəfdarı oldular, öz əllərində olana sevindilər. Əllərində olana sevindilər. Allah'ın verdiyi ilə yol tutub getmədilər. Bunları gəldi söylədilər bu günləri Allah'ın Resulları. Bəli, Allah'a sonsuz sayıda şükürlər olsun. Həmd olsun Allah'a. Biz də çağırırıq ki, istər İbrahim oğullarından, istərsə də ki, başqalarına. Bu günləri
məgər biz bunu özümüzə aid eləməyik, biz İbrahim oğullarından da kimsə bugün çıxıb desə ki, bu və yaxud da digər şəkildə ki, yox, tək bu Quranla yox başqası. O özdə artıq müşrikdir, kafirdir. Çünki Allahın dediyini kənara qoyub, mən öz dediyimi deyəcəm ki, yox, bu kitab yox, başqasıdır. Oxuyuruq ayələri, bu ayələri oxuya-oxuya Allahdan nə qədər ilham və əhkəmin öyrətmə danışırıq. Ancaq yenə də sonda deyirik, doğrusunu uca, alə, əzəmətli olan Rəbbimiz buyurur, o bilir. Mən səhv eləyə bilərəm, xəta eləyə bilərəm, ancaq bu ayə isə dəyişmir ki, bu ayə olduğu kim qalır da. Olmayın da pozan Allahın əhdini. Bu ki, mən özümdən uydurmadım, əhd anlamadım, Allah ki bizi hidayət elə, sən ancaq qulaqsızcayıq, sənin dediyindən oturduracaq, sən özün bizi hidayət elə, sonra deyil, bu hidayətdir, hidayət başqa yazılardır. Bunu ki, mən özümdən ki uydurmadım. Sonsuz sayıda Allah'a şükür onun üstündə çağırırıq bütün insanları. Qorxun Allah'tan, qorxaq Allah'tan, qorxmalıyıq Allah'tan. Onsuz da ahiretin günündə qorxudan bir hava düşəcək ki, gəl elə bu gündən düşək də qorxuyor. Gəl elə bu gündən qorxaq və əməli salih olan, əməllərimizi islah edir. Ki Allah'ın huzurunu, Allah'a razı qalacağı bəndə kim gedir? Allah'a təslim olan halda gedir. Sonsuz sayıda Allah'a şükürlər olsun. Mən vaxta görə, yəni Quran qiraətini inşallah bu günlər saxlayıram inşallah. Hər dəfə məndən sonra çıxış edən qardaşımızın vaxtına 1, 2, 3, 4, 5 dəqiqədə nə qədərsə də müdaxilə edirəm, əstağfurullah. Allah'tan da bağışlanmazsa o qardaşımdan üzrxahlıq edirəm. Yəni şükürlər olsun Allah'a sonsuz sayıda. Onun üçün də inşallah yenə də indi, yenə də bu da Quran ayələridir ki, İbrahim oğulları Quran ayətlərindən istifadə edib bu istəkləri ki, tərtib ediblər. Onlardan bir neçəsini Rəbbimizə ərz edəyik. Sonra inşallah mən bugünkü çıxışımı tamama yetirirəm. Uca qüdrətli, alə, əzəmətli olan Allah'ımız sən doğru buyurursan. Rəbbimiz cəzalandırma bizi əgər undarıqsa, yaxud xəta edəriksə. Biz arxayın olsaydıq, biz özümüzü kimdənsə artıq tutsaydıq, Allah'a neş əstağfurullah səbə yalvardı. Qorxuruq Allah'tan, arxayın deyilik. Qorxuruq, ona görə yalvarıq Allah ki, Allah'ımız, sən bizə öyrətdin, göndərdin bu ayələri, bu istəkləri bizə ki, biz bunu sənə ərz edəyik. Biz də bunu səndən qorxub, səni Rəbbimiz bilib, sənə ərz edirik ki, Rəbbimiz cəzalandırma bizi əgər ondan olsun, yaxud xəta edəriksə. Çünki bizi cəzalandıracaq bir kəs varsa, o da Rəbbimizdir. İstər bizə xeyir cəza, istər şər cəza, o verəcək. Daha cənnət, cəhənnəm kimi səlində deyil ki, yox, mən bu yazılarla cənnətə gedəcəm, mən bu yazı... Deyir, bu yazılarla Allah'a razılığını qazana bilərik. Vəssalam, qutadı getdi. Bu yazılardır Allah tərəf hidayət. Allah'ın mübarək Quranı ki, Məhəmməd Aleyhisselamın üzərine nazil ol, bizlər üçün miras qalıb. Afətin gününə qədər də hökümdür. Hidayətdir, rəhmətdir, bərəkətdir, şəfadır, inananlar üçün. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə nə kitabətimiz yoxdur ona. Əhv et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mevlamızsan və yardım et bizim üzərində kafir qovmun. Rəbbimiz qəlblərimizin əyinləyinə imkan vermə, ondan sonra ki, dəvət edibsən bizi və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən vahhabsan. Rəbbimiz öyrət bizə şükr edir sənin neymətinə, hansı ki neymət verdin bizə və bizim valideynlərimizə və ondan ötü ki əməllərimizi islah edir, hansı ki sən ondan razı olasan və daxil et bizi öz rəhmətinə, salih bəndələrin içərisində olan halda. Rəbbimiz sənə tərəf edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Həm şükür, tərif, sana, saya sayırmaq, uca tutulmaq, yad edilmək, həm gözəl adlara, nami sifətlər müqəddəs bilinmək, hər bir şükür, tərif, sonsuz sayıda şükür, tərif, aləmlər Rəbbi olan Allahımız sənin üçündür. Sən Rəbbi aləmlərin. Bir daha, Allah razı olsun sizlərdən, hamımızdan, çünki dinliyirdir. Allah'a salam olsun üzərinizdə, elə Allah istəyir ki, biz sülhə yetişirik hamımız. Onun üçün də Allah bu günləri qaldırıb, bu bəndələrini ki, Allahın bu Quranını insanlara söyləyək, özümüz də, bütün bəşəriyyət də inanıb, Allah ilə və gün-ül axırın Allahdan qorxub əməllərimizi islah edək ki, Allah bizdən razı qalsın. Sonsuz sayda Allahımıza şükürlər olsun. İnşallah qismət olarsa, yenə də görüşərik. Həm də Allah üçündür,
Rəbbidir aləmlərin.